Detallar barədə Rəqsanə İbrahimzadə danışacaq. Rəqsanə, hər vaxtın xeyir olsun. Yenidən səni salamlayıram. Buyur, söz səndədir. Salam Çınarə, mən də sizi salamlayıram. Bəli, qeyd elədiyiniz kimi bayram günlərində kiberdeləduzlar fürsətdən istifadə edib kiber cinayətlər törədiblər və bu say elə bayram günlərində ötən günlərlə müqayisədə daha çox olub. Elə Daxili İşlər Nazirliyinin bununla bağlı məlumatı var. Biz də Daxili İşlər Nazirliyinin təfərrüatlı informasiyasını elə qonağımız Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfildən əldə edəcəyik. Xoş gördük Lumu. Buyurun detalları sizdən eşidək. Salam, hər vaxtınız xeyir Rəqsanə xanım. Təəssüflər olsun ki, kiberdeləduzlar Telegram, WhatsApp və digər sosial media platformaları vasitəsilə zənglər edərək, eləcə də müxtəlif cəlbedici vədlər irəli sürərək vətəndaşları aldadıb, onların şəxsi və bank kartı məlumatlarını ələ keçirməyə cəhdlər edirlər. Belə olan hallarda həmin dələduzlar özlərini müxtəlif adlarla təqdim edə bilərlər. Məsələn, onlar bank əməkdaşı olduğunu deyib, kartınıza müdaxilə olunduğunu və maddi vəsaitinizin təhlükədə olduğunu bildirə və onların dedikləri əməliyyatları icra etməyinizi, buna görə də şəxsi və bank kartı məlumatlarınızı onlarla bölüşməli olduğunuzu bildirə bilərlər. Xüsusilə ötən bayram günlərində saxta kredit və kampaniya təklifləri adı altında kiberdələduzluq hallarının artdığı müşahidə olunurdu. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, hər hansısa bir bank və ya dövlət qurumu adından sizə mesaj, telefon və ya sosial media vasitəsilə kart nömrənizi, eləcə də CVV, CVC kodlarını, həmçinin mesaj vasitəsilə göndərilən bir dəfəlik təsdiq kodunu həmin əməkdaş sizdən tələb edə bilməz. Bu məlumatların ötürülməsi sizin bank kartındakı maddi vəsaitin talanmasına, ələ keçirilməsinə səbəb ola bilər. Buna görə də unutmayaq ki, hər bir zəng sizin maliyyə hesabınızı təhlükə altına ata bilər. Buna görə də bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, belə şübhəli zənglərə, mesajlara, linklərə qarşı diqqətli olsunlar. Tanımadıqları və ya etibar etmədikləri şəxslərlə şəxsi və bank kartı məlumatlarını bölüşməsinlər. Belə hallarla rastlaşdıqda isə polisə, xüsusilə 102 xidməti zəng mərkəzinə, həmçinin istifadəçisi olduqları banka müraciət edə bilərlər. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir daha xatırladım ki, Daxili İşlər Nazirliyinin bununla bağlı informasiyasını əldə etmiş olduq ki, bayram günlərində kiberdeləduzlar əməllərinə ara verməyiblər, fasilə verməyiblər, elə fürsətdən istifadə edib, bayram günləri insanların başının qarışıq olmağından istifadə edib, daha çox kiber cinayətlər törədiblər. Belə bununla bağlı informasiyanı əldə etmiş olduq. Çatdıra biləcəklərimiz bu qədər, söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizə ətraflı şəkildə çatdırdığına görə.